Salam, İran mədəniyyətində belə bir atalar sözü var. Ədu şəvət səbəbi xeyr. Yeni kiminsə düşmənçiliyi sənin xeyri olur. İndi hal-hazırda İsrail rejiminin İran İslam Respublikasına qarşı hərbi təcavüzü barədə bu ifadə daha çox yerinə düşür. Belə ki, bu rejimin İrana qarşı başlatdığı müharibə əks effekt verməkdədir və daha doğrusu bumerang olaraq onun özünə qayıdır. Bununla bağlı məşhur Yəhudi analitik Alon Mizrahi X sosial şəbəkəsində İsrailin başlatdığı hərbi əməliyyatlar və daha doğrusu hərbi təcavüzlər barədə bunları qələmə almışdır. 1. İsrail İranla müharibəyə başlamasının səbəbi barədə yalan danışır. 2. İsrail öz uğurları haqqında yalan danışır. 3. İsrail uğursuzluqları haqqında yalan danışır. 4. İsrail İranın nüvə proqramı ilə bağlı yalan danışır. 5. İsrail İran xalqı haqqında yalan danışır. 6. İsrail yalançılıq dövrünün sonuna çatdı. 7. İsrail artıq öz yalanlarını bəşəriyyətə sıraya bilmir, artıq çoxları bilir. 8. Bir çox Amerikalılar artıq həqiqəti görürlər. 9. Avropalıların çoxu müqavimət göstərir. 10. İsrail üçün iş bitdi. 11. İsrail İrana qarşı son kampaniyasında mühüm məqsədə nail olacaq. Dünya Fələstinlilərə aşiq olduğu kimi İrana da aşiq olacaqdır. 12. Artıq bunun ilkin əlamətlərini görürsünüz. İran dili, mətbəxi, mədəniyyəti, adət-ənənələri, inancları, dini, memarlığı, musiqisi, bunların hamısı layiq olduqları qlobal cazibəyə çevriləcək. 13. İsrail o qədər nifrətli, zəhərli və iğrəncdir ki, onu məhv etməyə və gözdən salmağa çalışan hər şey dərhal qızıla çevrilir. 14. Ətrafınıza baxın. İnsanlar artıq açıq şəkildə İsrailin sonsuz, açıq-aşkar və hədsiz yalanları haqqında danışırlar. 15. İsrail hələ də öz pəncəsində geri qalmış qərb elitasını saxlayır, ancaq bəşəriyyətin qalan hissəsi çox oyaqdır. Və 16. İran tam hərbi hazırlığını saxlamalıdır. Eyni zamanda yaxın illərdə, 10 illiklərdə bu ölkəyə axın edəcək milyonlarla turist haqqında düşünməlidirlər. Onlar bunu da planlaşdırmalıdırlar. İsrail dünyaya özünün şəksiz incisini göstərdi, yazır məşhur Yəhudi analitik Alon Mizrahi.